Salam, hər vaxtınız xeyir. Növbəti dərsimizə xoş gəlmisiniz. Xatırlayacağınız üzrə bundan öncəki dərsimizdə biz aktiv direktorun ümumi olaraq qurulmasına, domenin yaradılmasına və ümumi belə deyim Windows serverə giriş eləmişdik. Artıq bu dərsimizdə biz müəyyən qədər aktiv direktoru ilə işləməyə baxacağıq. Hansı ki, sadə şəkildə biz organizational unitlərə baxacağıq. Əlavə olaraq istifadəsi, qrupların yaradılması və sair hissələrinə də eyni şəkildə göz gəzdirəcəyik. Bu videoda aktiv direktoriya kiçik bir giriş eləyəcəyik. Yəni çox detallı şəkildə baxmayacağıq. Sadəcə minimal şəkildə, yəni ən azından istifadəçi yaradacaq dərəcədə məlumata çataq ki, bundan sonraki informasiya təhlükəsizlik hissələrində bizə dəstək olsun. İstəyirsiniz yavaş-yavaş artıq başlayaq. Gördüyünüz kimi biz artıq VMware-də maşınımızı qaldırmışıq. Növbəti mərhələ olaraq bu kilit ekranını açıb daha sonra biz yavaş-yavaş işləmlərimizə davam eləyəcəyik. Gördüyünüz kimi Ctrl+Alt+Delete deyir. Sadəcə Ctrl+Alt+Delete biz artıq özümüzün əməliyyat sistemi olaraq quranda işə yarayır. Burada Ctrl+Alt və Insert düymələrinə basaraq eyni şəkildə siz bu pəncərəni aça bilərsiniz. Ctrl+Alt+Delete-ə basanda isə sizin öz kompüterinizdəki ekran gəlir gördüyünüz üzrə. Virtual maşın olduğu üçün Ctrl+Alt və Insert düymələrindən istifadə etməlisiniz. Burada biz daha öncəsində təyin elədiyimiz şifrəni bura daxil edirik və gördüyünüz üzrə artıq aktiv direktoru üzrə qurduğumuz əməliyyat sistemi açılmış olur. Burada qeyd etdiyim kimi biz organizational unitlərə, istifadəçilər, qruplar, qrup tipləri və sair kimi mövzulara yenə birlikdə göz gəzdirəcəyik. Gözləyək ki, mərhələdə server manager işə düşsün, ondan sonra yavaş-yavaş keçid eləyəcəyik. Bunun daha öncəsində mən organizational unitlərin nə olduğundan sizə danışmaq istəyirəm. Organizational unitləri siz bir konteyner olaraq düşünə bilərsiniz. Hansı ki, organizational unitlər içində bütün istifadəçilərdir, qruplardır, serverlərdir, domenlərdir, buna oxşar məlumatları saxlayan bir termindir. Bu səbəbdən istifadə olunan bir anlayışdır. Biz yavaş-yavaş aktiv direktoriya başlayaq. Gördüyünüz kimi Windows düyməsinə basdıqdan sonra Administrative Tools hissəsindən biz istifadəçilər və kompüterlər qisminə gələ bilərik. Keçən dərsdə biz bir domen yaradıb ona Kronos Lokal adını vermişdik. Bu Kronos Lokalın niyə belə adlandırdığımızı və ümumiyyətlə bu domen necə yaradılmalıdır, bunu öyrənmək istəyirsinizsə növbəti dərsimizə yenə baxa bilərsiniz, göz gəzdirə bilərsiniz. Gördüyünüz kimi bu artıq default öz içində olan məlumatlarla birlikdə gəlib. Burada gördüyünüz bütün istifadəçilər özünün artıq default olaraq yaradılmış aktiv direktorun istifadəçiləridir. Biz qeyd etdiyim kimi bu mərhələdə nə edəcəyik? Artıq bir neçə qrup yaradacağıq. Eyni şəkildə istifadəçilər və digər organizational unitlərə baxacağıq. Organizational unit yaratmaq üçün gördüyünüz kimi bizdə hal-hazırda kronos.lokal domeni var və biz bunu daxilində yaradacağıq. Bunun üzərinə sağ düyməyə basaraq new hissəsinə gəlirsiniz və aşağıda organizational unit hissəsini görə bilərsiniz. Mən istəyirəm ki, bu dərsdə biz praktik eləyək və bir neçə dənə deyək filialımız olsun və hər birinin içində bizim digər organizational unitlərimiz və qruplarımız olsun. Daha sonra biz artıq müəyyən qədər istifadəçiləri də baxacağıq və bunun daxilində istifadəçi yaratmağa da eyni şəkildə göz gəzdirəcəyik. Məsələn, deyək ki, mənim 3 ədəd filialım var. Mən bu nümunə üzərindən getmək istəyirəm. Biri olsun məsələn Nərmanov. Yəni ilk olaraq mən organizational unit olaraq filiallar yaratmaq istəyirəm. Yəni ümumi olaraq nəzərinizdə olsun ki, organizational unitlərin içində siz yenə də organizational unitlər yarada bilərsiniz və bunların hər birinin altında digər qruplar da istifadəçilər eyni şəkildə yaradıb təyin eləyə bilirsiniz. OK düyməsinə basdım. Gördüyünüz kimi bizim ilk Nərmanov adlı organizational unitimiz yaranmış oldu. Daha sonra deyək mən fərqli bir organizational unit yaratmaq istəyirəm. Bu da olsun məsəl üçün neftçilər. Burada yenə new hissəsinə gəlirik. Organizational unit düyməsinə basırıq və bura mən yazıram. Məsələn, neftçilər. Mən üçüncü olaraq da istəyirəm bir organizational unit daha yaradım. Bunu da eləyim, məsələn, xalqlar. Və yaxud Sumqayıt da eləyə bilərik, fərqi yoxdur. Məsələn, mən indi istəyirəm, belə deyim, filiallarımın adını orada qeyd eləyim. Bir dənə də organizational unit yaratdıq. Deyək ki, bir filialımız da artıq bizim Sumqayıtda yerləşir. Daha sonra OK düyməsinə basdım. Gördüyünüz kimi default şəkildə bu organizational unitlərin hər birinin altında heç bir məlumat yerləşmir. Biz yavaş-yavaş artıq bunların daxilində qrupları yaratmalıyıq. Ümumi olaraq qruplar və sair biz ümumi istifadəçilərimizi, belə deyim, avadanlıqlarımızı və sair idarə etmək üçündür və sizin hər bir organizational unitin içində default olaraq bir neçə dənə qrup yaratmalısınız. Məsələn, biz hal-hazırki nümunədə 3 ədəd qrup yaradacağıq. Bu qruplardan biri serverləri idarə etmək üçün, biri kompüterləri, bir digəri isə istifadəçiləri idarə etmək məqsədilə yaradılmış olacaq. Məsələn, mən ilk olaraq gəlirəm Nərmanova. Yəni və bu 3 filialın üçünə də eyni proseslər belə deyim, biz tətbiq eləyəcəyik. Gəldim new hissəsinə. Buradan mən yenə eyni şəkildə bir organizational unit yaradıram. Bunun adını verirəm məsələn computers, hansı ki mən burada kompüter qrupu yaradıb onları idarə eləyəcəm. Daha sonra gəldim yenə bir daha yeni bir qrup yaratdım. Buna isə server qrupu deyəcəm və serverləri idarə etmək məqsədi ilə bu qrupdan istifadə eləyəcəm. Və son olaraq artıq users qrupu yaradıram. Users qrupunda da mən artıq istifadəçiləri və istifadəçilərdən əlavə istifadəçi qruplarını idarə etmək məqsədilə istifadə eləyəcəm. Bir daha gəldim newyə, yenə bir daha organizational unit yaratdım. Buradan eyni şəkildə users başlığı vermiş oldum.
Bu prosesin hər birini biz bir daha burada da təkrarlaya bilərik. Məsələn, bir daha gələk. Siz özünüz bunu evdə praktik eləsəz yenə çox gözəl olar ki, əliniz bunu öyrəşmiş olar. Mən yenə bir daha burada yaradıram computers. Yenə bir daha yaradıram burada servers. Və burada bir daha mən yenə yaradıram istifadəçiləri. Okay, gördüyünüz kimi mən artıq Nərimanov və Nefislər filialı üçün kompüterlər, serverlər və istifadəçilər üçün 3 fərqli qrup yaratmışam və hər birinin başlığının altında mən müxtəlif olaraq qrupları idarə edəcəm. Daha sonra biz gəldik users qrupuna. Users qrupunda nə edə bilərik? Bildiyiniz kimi hər bir filialın özündə və ya hər bir şirkətin müxtəlif hissələrində bizim departmentlərimiz olmalıdır. Məsələn, deyək bir IT departmenti ola bilər, bir finance departmenti ola bilər və HR departmenti ola bilər. Biz bunu da yenə eyni şəkildə users organizational unitinin altında icra edəcəyik. Mən bu səbəbdən gəlib burada artıq müəyyən bir qrup yaratmaq istəyirəm. Yenə eyni şəkildə new hissəsinə gəlirsiniz və buradan qrup hissəsindən yarada bilirik. Məsələn, qrupun adını qoyaq. Deyək, məsələn, mən istəyirəm bu IT üçün bir qrup olsun. Eyni şəkildə burada da qrup name-i özü avtomatik olaraq adlandırmış oldu. Və gördüyünüz kimi burada 3 dənə seçim var. Qrupumun skopunun, yəni əhatəsinin nə olduğunu məndən seçməyimi istəyir. Universal, qlobal və domain lokal qruplar mövcuddur. Bunu biraz qırağa gətirək. Mən bu mərhələləri də sizə eyni şəkildə izah eləmək istəyirəm. Universal qruplar nədir? Universal qruplar gördüyünüz kimi mənim artıq Kronos Lokal adlı bir domenim var. Mənim burada fərqli bir domenim də ola bilər. Məsələn, ola bilər ki, tektonos.lokal və yaxud fərqli bir domeyndə eyni şəkildə əlavə edə bilərəm. Mən əgər universal seçimini etsəm, bu IT qrupu baxmayaraq ki, Kronos Lokalın altındadır, digər bütün domenlər üzrə də belə deyim, nəsə əməliyyatlar icra etmək hüququna sahib olacaq. Domain lokal seçdikdə isə spesifik olaraq bu domeinin belə deyim, yaratdığımız hissədə eyni şəkildə icazələri olub, orada prosesləri icra edə biləcək. Daha sonra qlobal seçimində də mən eyni şəkildə bu belə deyim, Kronos lokal domenin altında olan bütün organizational unitlərdə də eyni şəkildə prosesləri icra etmək hüququna sahib oluram. Mən məsələn ilk olaraq qlobal seçirəm. İstəyirəm ki, burada olan bütün belə deyim, kateqoriyaların altında icazələrə sahib olum. Əlavə olaraq gördüyünüz üzrə burada qrup tipləri mövcuddur. Security və distribution qruplar. Security qrupları belə nəzərdə tuta bilərsiniz. Security qrupu icazələr üçün istifadə olunan bir qrupdur. Distribution isə kommunikasiya üçün istifadə olunur. Burada nəyi nəzərdə tuturam? Security qrupunda biz əsasən istifadəçilərin və yaxud qrupların hansı resurslara əl çata biləcəyini buradan idarə edirik. Bunun da öz altında yenə başlıqlar var. Çox detalına girmirəm. Məsələn, deyə bilərəm ki, mən security qrupun müəyyən avadanlıqları icazəsi olsun və yaxud müəyyən resurslara icazə olsun. Distribution qrupu isə əsasən əlaqə, kommunikasiya üçün istifadə olunan bir qrupdur. Məsələn, mən istəyirəm ki, spesifik olaraq IT komandasına mail göndərim, Exchange üzərindən deyək maillər göndərim. Mən bu zaman distribution qrupundan istifadə edəcəm. Qeyd etdiyimiz kimi kommunikasiya üstündə istifadə olunur. Yəni mən məsələn bir qrupumu IT üzrə yaradıb security qrup tipi verə bilərəm və icazələri ona əsayin edə bilərəm. Əlavə olaraq bir qrup yaradıb distribution edə bilərəm və artıq IT qrup belə deyim, həmin yaratdığımız IT qrupuna mən e-mailləri birbaşa yönləndirmə hüququna da eyni şəkildə sahib ola bilərəm. İlk olaraq biz security qrup yaradırıq. Ok düyməsinə basdıqda gördüyünüz üzrə artıq qrupumuz yaranmış oldu. Type olaraq da burada security qrup yenə eyni şəkildə qeyd olunub və qlobal icazəsi ilə burada eyni şəkildə o da qeyd olunmuş olur. Mən əlavə olaraq gəlib burada eyni şəkildə distribution qrup yaratmaq istəyirəm. Məndə biraz donur resurs az verdiyim üçün. Gəldim yenə eyni şəkildə users'ın üstünə. Burada yenə new deyirəm. Və buradan bir daha mən qrup yaratmış oluram. Bu zaman mən artıq email üçün bir qrup yaradıram. Məsələn, qrup seçimini eləmiş oldum. Burada yazıram, məsələn, IT, məsəl üçün communication, siz başqa bir adlandırma da verə bilərsiniz. Və biz bu qrupun daxilində artıq qrup tipi olaraq distribution seçdikdə, əsasən bu qrup daxilində olan bütün istifadəçilərə e-mail göndəriləcək, yəni kommunikasiya üçün istifadə olunmuş olacaq. Bir daha mən OK seçimini eləyirəm və artıq bu qrupumda yaranmış olur. Və gördüyünüz kimi artıq qrup tipləri olaraq da birinin security qrup, birinin isə distribution qrup olduğunu görə bildim. Əlavə olaraq mən bura gəlib yenə eyni şəkildə istifadəçi də yarada bilərəm. Gəldim users başlığının altına. Bildiyiniz kimi ümumiyyətlə istifadəçiləri biz qruplar üzərindən idarə edirik. Yaratdığımız bu istifadəçiləri daha sonra biz qruplara əlavə edə bilərik. Mən gəlib burada yenə new hissəsindən bu dəfə artıq mən istifadəçi yaradacağam. Gəldim new hissəsinə.
və buradan bir istifadəçi yaratdım. Məsələn, Fəxri Əlizadə adını qoyuram. Burada full name qeyd olunub. Bura mən istifadəçimin daxil olmaq üçün bir email təyin edə bilərəm. Məsələn, Əlizadə bura qeyd edirəm. İstifadəçimiz fəxriəlizadə@kronos.lokal post üzərindən artıq daxil ola biləcək. Daha sonra next düyməsinə klikləyirəm. Buradan bizdən parol təyin etməyimizi istəyir və aşağıda da gördüyünüz üzrə bir neçə seçim mövcuddur. Bura kompleks bir parolu mən eyni şəkildə qeyd elədim. Və gördüyünüz kimi ilk olaraq bizdə istifadəçidən ilk olaraq daxil olan zaman parol dəyişmək seçim mövcuddur. İkincidə biz bunu klikləsək istifadəçinin heç vaxt parol dəyişməməyini eyni şəkildə tətbiq eləyə bilərik. Üçüncü seçimdə parolun heç vaxt belə deyim expire olmayacaq seçimi var. Dördüncüdə isə belə deyim biz artıq istifadəçini yaradırıq, ancaq disable formada, yəni deaktivasiya formada yaradırıq. Daha sonra ehtiyac olanda bu hesabı biz aktiv eləyə bilirik. Mən istəyirəm ki, elə ilk seçim qalsın. Mən bura gəldikdən sonra daha sonra next düyməsinə bir daha basıram və gördüyünüz kimi burada bütün məlumatlarım, istifadəçinin necə daxil olmağı və sair qeyd olunub. Və gördüyünüz kimi burada tip olaraq da qrup, security group, distribution group və user tipli məlumatlarımız eyni şəkildə qeyd olundu. Siz özünüzlə praktika eləmək üçün organizational unitlər yaradım, onun altında qrupları və istifadəçiləri eyni şəkildə yaradaraq təyin edə bilərsiniz. Bu dərsimiz biraz praktiki idi. Hansı ki, aktiv direktorun içində necə işləyə bilərsiniz? İlkin olaraq bu hissəni əhatə elədik. Növbəti dərslərdə biz yeni security hissəsindən davam eləyəcəyik. Sizə də məsləhətim odur ki, bu praktikanı oturub özünüzdə yoxlayın və bu praktikanı daha da dərinləşdirə və daha fərqli belə deyim, kompüterlər, serverlər, domenlər yarada bilərsiniz. Bu dərsdən bu qədər. Növbəti dərsdə görüşənədək.